It's a big, beautiful honor to welcome everyone to the White House for this very historic peace summit between Armenia and Azerbaycan. Tarixi Vaşinqton görüşündə paraflanan sülh sazişinin mətni bir neçə gün sonra avqustun 11-də ictimaiyyətə təqdim edildi. Sənədə əsasən tərəflər bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanıdı, gələcəkdə ərazi iddialarından imtina etdiyini təsdiqlədi, güc tətbiq etməmək öhdəliyini götürdü. Sərhəddə etimad və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olundu. Vaşinqton görüşünün mühüm siyasi nəticələrindən biri də ATƏT-in Minsk qrupunun və ona bağlı mexanizmlərin ləğvi oldu. 1 sentyabr 2025-ci ildə artıq heç bir fayda verməyən bu format tarixin arxivinə qovuşdu. Vaşinqton görüşündən sonra regionda nəqliyyat əlaqələrinin bərpası, kommunikasiyalar, beynəlxalq tranzit marşrutları və iqtisadi inteqrasiya əsas müzakirə mövzularından birinə çevrildi. 2025-ci ilin dekabrından etibarən Azərbaycan Ermənistana dizel yanacağı və neft məhsullarının ixracı, həmçinin Azərbaycan ərazisindən tranzitlə yük daşımalarının həyata keçirilməsinə başlanıldı. Azərbaycanın irəli sürdüyü sülh prinsipləri, hansı ki bilavasitə 5 prinsipdən, 5 müddəadan ibarətdir və o da bütövlükdə ölkəmizin sülh gündəliyinin ana xəttini təşkil edir. Məhz həmin sülh gündəliyi paraflanmış olan 17 bəndlik sənədin əsas elementini təşkil eləməkdədir və bu da nəticə etibarilə Vaşinqtonda əldə olunan çox mühüm razılaşma kimi dəyərləndirilir. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi istiqamətində işçi qrupları yaradıldı və bu istiqamətdə işlər görüldü. Normallaşma prosesi ilk dəfə vətəndaş cəmiyyəti müstəvisinə də keçdi. Sülh körpüsü təşəbbüsü çərçivəsində Ermənistan nümayəndə heyəti Azərbaycan ərazisinə, eyni zamanda Azərbaycan nümayəndə heyəti Ermənistan ərazisinə delimitasiya və demarkasiya olunan sərhəd məntəqəsindən keçərək səfər etdi. Azərbaycan prezidenti beynəlxalq hüquq və normaların nədən ibarət olduğunu çox yaxşı bilir. Azərbaycan sülh siyasətini aparır və Azərbaycan heç bir ölkənin torpağında gözü yoxdur. Tarixi reallıqların bərqərar olmasını istəyir, bərpa edilməsini istəyir və eyni zamanda beynəlxalq hüququn daim qələbə çalmasının tərəfdarıdır. Beləliklə, ötən bir il ərzində paraflanan sülh sazişinin mətninə əsasən münasibətlərin normallaşması istiqamətində mühüm nəticələr əldə olundu. Yekun imzalanma üçünsə Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə dair iddialar davamlı sülhün təmin olunmasında son və əsas hüquqi maneədir. Sabir Bilalov, Röyal Əsədov, Pərviz Mustafayev, ASTV Xəbər.